Cruises.azın dəyərli dostları, müştəriləri Royal Caribbean Amerikan gəmi şirkətinə aid ən böyük və ən nəhəng gəmilərdən Legend of the Seas gəmisindəyik, əfsanədəyik. Adventure Ocean adında bir bölümləri var. Bu nə işə yarayır? Uşaqlarınızın 12 yaşına qədər olan uşaqların çox möhtəşəm, fərqli vaxt keçirməkləri üçün olan bir məkandır. Kifayət qədər böyük bir məkandır. Adventure Ocean olaraq buradan başlayır. Hemen belə bir çox fərqli bir girişi var. İnanıram ki, istənilən uşaq bunu sevəcək və bəyənəcək. Baxın, belə bir fərqli, sevimli elementlərlə dolu bir koridor. Kifayət qədər uzun bir koridordur. Digər gəmilər bilirsiniz, yerə qənaət eləmək üçün hər şey eləyirlər. Amma burada kifayət qədər geniş bir məkan ayrılıb uşaqlar üçün. Deməli, gəlib çatdıq. Birincisi, 6 ay ilə 36 ay arasında olan uşaqlarımız üçün. Burada xidmətlər var. Valideynlər uşaqları qoyub gedə bilirlər. Bu xidmət 6-36 ay arasında olan körpələr üçün valideynlər bura körpələrini qoyub gedə bilirlər. Bir saatı $9 başlayır. Belə bir xidmətləri var və kifayət qədər fərqli oyunlarla uşaqlar öz unudulmaz səfərlərini həyata keçirdə bilirlər. Hal-hazırda boşdur, amma burada mütləq ki, bu xanım qızlar körpələrin qayğısına qalır, qeydinə qalır. Axşam 6-dan sonra qiymət dəyişir. Əgər axşam 6-dan sonra verəcəksə körpələr $12-dır bir saatı. Və bu şəkildə can I get in? Can I get in? Is it possible? No. Deməli, ümumi bu şəkildədir. Bir içərini də çəkə bilsəm, baxaq yoldaşlar kömək eləyə bilirlərmi? Oh, okay. Sorry. Today is the Second. It's 2:11. There we go. İmzamızı çəkdik ki, bu saatda biz giririk. Deməli, belə bir notları var. Həmən içəriyə girər-girməz belə bir körpələrin istər təmizlikləri, istər qalmaqları üçün görürsünüz, bütün ləvazimatları var. Təmiz, gigiyenik formada. Belə müxtəlif əyləncələri keçirdirlər uşaqlar üçün. Və bu körpələriniz əmin olun ki, çox gözəl bir vaxt keçirdəcəklər və bu arada da əlbəttə ki, siz öz xoş vaxtınızı keçirib uşaqların bu da bax belə, körpələriniz üçün 6 ay ilə 36 ay arasında olan körpələriniz üçün vəziyyət bundan ibarətdir. Okay. İndi birazdan da daha yuxarı yaş qrupunda olanlar üçün buradan biz çıxaq, buranı tərk eləyək. Yaxşıdır ki, bura kimlər gəlir, hətta adi vaxtda belə gəldiyinizdə siz buradan qeydiyyatdan keçirsiniz. Həmən bunun qarşısında deməli 6 və 36 aylarının həmən qarşısında 3 ilə 5 yaş arasında olan uşaqlarımız üçün bir məkandır. Bu da kifayət qədər geniş bir məkandır. Daxil olar olmaz. Yenə də təmizliyə sözünü deyir. Böyük LED ekran. Belə bir uşaqların vaxt keçirə bilmək üçün oradakı oyunlar. Burada sürüşkənlər. Sanitariya. Hər şeydən vacib. Və burada da digər əməkdaşlar öz hazırlıqlarını görürlər. Ola bilər ki, birazdan artıq 3 ilə 5 yaş arasında olan uşaqlar da yavaş-yavaş gəlsinlər. Bax, belə bir həm kifayət qədər böyükdür, həm çox xoş rənglər var və xidmətləri də yüksək səviyyədə.
Baxın belə. Bu ümumi. Okay. Bu da oldu 3 ilə 5 yaş arasında. Və burada uşaqların belə bir divar. Burada uşaqların teatrda hansısa bir əyləncə, show proqram və s. keçirə bilməkləri üçün ayrıca bir zal var. Bu da uşaqlar üçün olan teatrı. Bilirsiniz, digər gəmilərdə biz çox sayıda böyüklər üçün olan teatr zallarını çəkib göstərirəm sizə, amma burada uşaqlar üçündür. Öyle bir teatr zalı var. Müxtəlif əyləncələr, tədbirlər, yəni əmin olun ki, kifayət qədər xoş vaxt keçirdəcəklər. Mən bu teatr zalını çox sevdim. Yəqin 3 uşaq var, ona görədir. Baxın belə. Bu teatr zalı. Və də 6 yaş ilə 12 yaş arasında olan uşaqlar üçün burada da indi orada uşaqlar var deyə bu çəkilişlər olmayacaq, amma ümumi bir məlumat xarakterli 6-12 yaş uşaqların rahat bir şəkildə oynamaqları, əylənməkləri üçün içəridə uşaqlar var deyə icazə vermirlər, amma ümumi arxaya qədər kifayət qədər böyük bir ərazidir və müxtəlif növ oyunlar uşaqlarınızın qulluğundadır. Bu Legend of the Seas gəmisinin uşaqlar üçün təşkil edilir. 12 yaşdan yuxarı olanlar da yeniyetmələr üçün də fərqli bir məkandır. Onu da ayrıca videoda göstərəcəm sizə. Bax belə.